kəndimizdə gənclər qruplaşmış hallarda bəzənmiş maşınla və bəzənmiş forma ilə birindən 21-nə qədər kəndin içində gəzərək onlar şən musiqilərlə oynayaraq kəndi xalqını əyləndirməyə və onları yeni ilin, yeni abu-havanın, yeni baharın gəlişini bizə çatdırmaq istəyirlər. Və martın 21-dən sonra isə artıq bu kəndin içimizdə, yəni kənd içində dolaşma bitir. Artıq isə martın 22-sində Muğanlı kəndinin mərkəzində bütün el-oba yığılaraq daha şən şəkildə keçirməyə yığılıb və Novruz bayramını birlikdə qeyd edirik. Bizim də bu ədətimizdir ki, yollardan pul yığaq, sonra ehtiyac olanlara dağıdaq və yaxud maşın bəzəyirik gördüyünüz kimi, ehtiyac olanlara veririk. Bəzisi pul verir, bəzisi dava salır. Dava salan insanları buraxırıq. Dava salmayanda ya pul alırıq ya da ki, ortaya salıb oynadırıq, döyürük. Verənin də canı sağ olsun, verməyənin də. Aha, bir gənə gəldi. İnşallah bunu axşam sayırıq, baxırıq, kimə nə lazımdır, qarşılıqlarını ödəyirik.